Hər kəsi salamlayırıq, hörmətli dinləyicilər. Sonradan bizi izləyəcək izləyicilərimiz. Hər birinizə gözəl əhval-ruhiyyə arzusu ilə sizin görüşünüzə gəlmişik. Hər həftənin 5 günü, həftə içi saat 11-12 arası bizim canlı efirlərimiz olur. Dalğa FM radiosunda. Odur ki, bizimlə siz eyni dalğada olmalısınız. Harda olmağınızdan asılı olmayaraq. Eyni zamanda əlbəttə ki, bizi izləmək üçün Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından da baxa bilərsiniz. Oradan bizə online dinləmək üçün dalğafm.az saytından bizi oradan da tapmaq mümkündür və əlbəttə ki, bütün həmçinin də musiqi platformalarında. Bugün də çox gözəl qonaqlarımız var. Bəli, bir deyil, 2 qonağımız olacaq bugün və Azərbaycan musiqi sənətindən danışırıqsa, biz hər zaman əlbəttə ki, bizim musiqiçilərimizə də, instrumental ifaçılıq sənətinə də yer ayırırıq və Azərbaycan ifaçılıq sənətində bir çox musiqiçilər var ki, onlar həm trio şəklində, ansambl şəklində, bugün isə duet şəklində ifa edən musiqiçilər bugün bizimlədir. Onlar nəinki səhnədə, həm də həyatda gözəl bir cütlüydü. Bəli, Respublika və Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü və violin ifaçısı Nərgiz Senzadə. Xoş gəlmisiniz. Sağ olun, xoş gördük. Və daha bir qonağımız Respublika müsabiqələr laureatı, saksafon ifaçısı Camal Bayramlı. Siz də xoş gəlmisiniz. Çox sağ olun. Mən də xoş gördüm. Təşəkkür edirik ki, bugün bizimləsiz. Həm də bugün studiyamızda sonradan izləyicilərimiz görəcəklər ki, violin də buradadır, saksafon da buradadır. Bu deməkdir ki, canlı ifadə eşidəcək. Onların lent yazıları da var ki, birgə və solo ayrılıqda əlbəttə ki, lentə aldığı ifalar bax bu saat ərzində həm də bizim efirimizdə dalğalanacaq, necə deyərlər. Və Nərgiz xanım, icazənizlə Nərgiz xanımdan başlaya bilərik. Bəli. O yalnız buna sevinə bilər. Təbii. Hardasa tuturam artıq vəziyyəti. Bilirəm, duet şəklində çıxışlarınız var. Solo ayrı-ayrılıqda da ifa edirsiniz. Nərgiz xanım, siz özünüz həm də musiqiçi ailəsində böyümüsünüz, həm də başlıcası, həm də onu da qeyd etməliyik. Elə bəri başdan söyləyək ki, həm də aktyor ailəsində böyümüsünüz. Bizim uşaqdan böyüyə kimi hər kəsin yaxşı tanıdığı və təkcə yaddaşlarda deyil, qəlbində də, hər birimizin qəlbində yeri olan aktyorumuz Ələkbər əminin qızısınız. Ələkbər əmi deyəcəm, çünki necə ki, vaxtında Mirzə dayı, Mirzə baba və Mirzə dayı deyəcək, Ələkbər əmi də elə əmi kimi bizim ürəyimizdə qaldı, ruhu şad olsun. Maraqlıdır, gəlin elə o uşaqlıq xatirələrindən başlayaq. O zaman o musiqi istedadını sizdə hiss etmişdimi elə Ələkbər müəllim və ananız ümumiyyətlə niyə violin seçdiniz? Yəni bu necə başlandı yol? Ümumiyyətlə uşaqlıqdan bəri, hətta deyərdim ki, 2 yaşından etibarən, yəni bunu da vurğulayacağam. Elə ilk valideynlərim bunu gördü. Necə gördü? Aha. Çox belə qeyri-adi bir hadisə. Aha. Bizim deməli evimizin deməli mənzilimizin içərisində pilləkənlər var idi. Çardağa gedən pilləkənlər, otaqdan çardağa. O çardaqda atam ümumiyyətlə işləyirdi. Öz belə mini studiya deyərdik ki, orada işləyirdi bütün işləri. O da siz yəqin sonuncu mərtəbədə qalırdınız ki, orada. Yox, təbii ki, biz ora qalxa bilməzdik. Ora bizim yerimiz deyildi. Ora yalnız atamın yeridir. Dedi ki, məni heç kəs narahat etməsin, bir zəhmət. Elə oldu ki, ilk dəfə mən Zülfiyə Xanbabayevanın mahnısını dinlədim. Xəyallar qayıtsa da, onu başladım, eşidən kimi başladım oxumağa. 2 yaşında. Birdən atam çöndü ki, nə baş verir burada? Kim oxuyur bunu? Hardan gəlir bu səs? Təmiz də oxuyurdum. Yəni eşitmə qabiliyyətim bəlkə də 100% olduğuna görə. Atam gəldi, görür ki, mən dayanmışam, əlimdə mikrofon, oxuyuram. Xəyallar qayıtsa da. 2 yaşında uşaq. Ondan etibarən dedilər ki, yox, nəsə var. Bu uşaqda nəsə var. Bu qızda nəsə var. Elə oldu ki, 5 yaşında anam Qara Qarayev adına, o zaman 8 nömrəli musiqi məktəbi, hal-hazırda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi gedir. Artıq orada çalışırdı uzun müddət və məni apardı
oranın direktoru Rəna xanım. Bəli, Rəna Bəli. xanım, Allah rəhmət Allah eləsin. rəhmət Mənim də eləsin. ilk iş yerim ora olmuşdu. Ona görə siz o dönəmə düşmüsünüz. Bəli, o bütün heyəti salamlayıram mən orada. Ananız orada harda hələ də işləyirmi? Adını da söyle. Afaq Hüseynova. Bəli, Afaq Hüseynova yadıma düşdü. Violin. Yo, anam nəzəriyyəçi idi. Nəzəriyyəçi idi. Bəli, Nəzəriyyəçi idi. bəli. Aha. Arzuda, bəli. Aha. Və apardı ki, yoxladaq ümumiyyətlə bu qızda nə var, nə yox. Rəna xanım da yadındadır, Rəna xanım da çox qəddar idi. Qəddar biridir. Zəhimli bir qadın idi. Yəni açığı deyim ki, ilk dəfə Rəna xanımı görəndə mən çox Mən də qorxmuşdum. Mən elə tələbə idim. özdə məni yoxlayanda alət arxasındakı görə qabiliyyəti necədir? Eşitmə qabiliyyəti. O bir dənə notu ifa edən kimi fortepianoda mən başladım ağlamağa. O qədər qorxmuşdum ki, düşündüm ki, məni sevməzlər, məni bəyənməzlər. Halbuki mən can atırdım musiqiyə. Hələ bilmirdim ki, violinlə məşğul olacağam, fortepianoda ifa edəcəm. Bilmirdim, amma musiqini artıq uşaqlıqdan duyurdum, hiss edirdim. Amma istəyirdiniz, Bəli, bəli. istəyirdiniz. Elə oldu ki, Rəna xanım dedi ki, eşitmə qabiliyyəti 100%-dir. Ya bu məktəbdə anam istərdi ki, fortepiano şöbəsinə qoysun, amma Rəna xanım dedi ki, ya Simlidə oxuyacaq, ya da ki, mənim məktəbimdə oxumayacaq. Niyə sizin necə deyirlər, o xeyir duasına o vaxt yolunuzu seçən Rəna xanım oldu ki, Əslində bəli, simli alətləri. təkan verdi ki, yəni mütləq ki, eşitmə qabiliyyəti 100% olan musiqiçilər gərək simli alətlərdə daha çox olsun. Ümumiyyətlə elə indiki zamanda da belə baxanda yeni nəsillər hansılar ki gəlir, bir çoxlarında əfsuslar olsun ki, o problemdir. Yəni onların eşitmə qabiliyyəti 100% deyil. Ən az hətta 90% belə deyil. Və ona görə onlar çox əziyyət çəkirlər. Bunu ümumiyyətlə valideynlər və müəllimlər yönəltməlidirlər ki, əgər həqiqətən varsa, bu yönə qoymaq lazımdır. Amma yer gəlmişkən haqqına demək lazımdır. Deyir, özü burada olmasa da Allahı burdadır. Rəna xanım nə deyirdisə haqqına deyirdi. Uzaq görənliyi var idi və peşəkar, yəni həqiqətən də Təcrübə sözünü bəli, yəni ki, peşəkar bir sənət adamı idi. Bəli, Allah rəhmət eləsin. Və yəqin ki, bugün peşman deyilsiniz ki, violin seçmisiniz. Bugün mən əgər ki, həm valideynlərimə, həm indi inşallah ki, bundan sonra müəllimim haqqında sözümü deyəcəm. Təbii ki, onun rolu böyükdür. Amma ona qədər də, yəni Rəna xanımın rolu mən bu danılmazdır. Bəli, danılmazdır. Çünki bəli. Camal bəy, istərdik sizdən də danışaq. Siz necə hardan başladınız? Niyə saksafon, nəfəs alətləri və sizin necə ailənizdə musiqiçi ailəsində doğulmuşdunuz yoxsa? Yox, mən musiqiçi ailəsində doğulmamışam. Mən sadəcə klarnetlə başlamışdım və davam etdirmək fikri yox idi, açığı. Prosta həvəskar olaraq, yəni 11 saylı musiqi məktəbində o vaxtda. Bəli. Elə oldu ki, davam etdirmək fikrinə düşdüm və klarnetdə açıq yaxşı ifa eləmirdim. Keçdim saksafona. Etiraf edirsiniz. Və keçdim saksafona. Ondan sonra saksafonda klassik musiqi ilə müxtəlif konkurslara qoşulduq. Laureat olduğum konkurslar çox oldu. Respublika müsabiqələr laureatısınız bu gün artıq. Və bir müddət sonra mənim qabağıma belə deyək, bir zapis çıxdı, Michael Brecker, dünya ulucu saksofonist. Onun bir Some Skunk Funk deyilən bir şey var, kompozisiyası var. Orada onun solosunu görəndən sonra mən hər bir şeyin daşını atıb cazla məşğul olmaq istədim. Bəli. Bax, caza sizin gəlişiniz məhz o kompozisiyalar o musiqiçidən sonra. O saksafon ifaçısından sonra gəldi. Gəlin bir qədər bu haqda məlumat verək. Camal bəy. Bu kompozisiya H3 kollektiv, bizim bir qrup var, H3 kollektiv adlanır. Bu H3 kollektiv Azərbaycanın ən yaxşı truba ifaçılarından biri olan Firudin Həmidovun qrupudur. Firudin Həmidov, bəli. Firudin Həmidov bu qrupu yaradıb və məni də dəvət eləmişdi və orada biz bir neçə ildir indiyənədək və indidən də o tərəfə inşallah yəni bir yerdə işləyirik. Bir yerdə. Və bax bu cür maraqlı layihələr, bu yallı kompozisiyası əslində fərqli H3 kollektivin fərqli albomu çıxmışdı və onun təqdimatı da olmuşdu Filarmoniyada, bilmirəm görmüşdünüz yoxsa yox. Və bizi Viyanada olan Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə
Viyanada Porgy Best Jazz Club, hansı ki bu Avropanın 10 ən yaxşı caz klublarından biridir. Orada dünya ulduzları çıxış eləyir. Bəli. Və falan. Bizi ora dəvət etdi. Biz o albomu orada da ifa eləmişik Ay, möhtəşəm. və güman edirəm ki, daha da belə bu qrupla daha belə böyük səhnələrdə səhnələr çıxış olacaq. edəcəksiniz. Bəli, bax saksofonla H3 kollektivi qrupu ilə Camal bəy bax bu cür layihələrdə xarici ölkələrdə çıxış edib. Sizdə necə olubmu çıxışlarınız, ən yadda qalan ifa səhnə aldığınız çıxışlarınızı yada Mən salardınız? ümumiyyətlə çox emosional biriyəm. Və Mən bunu hiss etmişəm artıq. Belə deyək, siz Nərgiz xanım, aktyorluq bacarığınız da var ha. Yoxsa yoldaşınız icazə səsini vermir? deyir. Yox, yəni ümumiyyətlə bizim aramızda heç elə problemlər olmayıb. Qadağa filan. Yox, Elə bir əsla. şeylər yoxdur. Sadəcə hal-hazırda, yəni mənim elə bir istəyim yoxdur, sırf aktyorluqla bağlı, amma doğrudan da birinci dəfə təklif almışam, sadəcə özüm istəməmişəm. Bəli. Yəni bəli var, kliplərdə çəkilmək kimi Obraz yaratmaq nəsə belə qısa, amma tam öz realinə həsr Bəli, etməsi. o Və mənim hansı yanıma çıxışınız gəldi. bax bu gün bizə dinləyicilərimizə, sonradan izləyicilərimizə də xatırlada bilərsiniz. İlk çıxışım təbii ki, unudulmazdı. O heç o Filarmoniya Dövlət Filarmoniyasında idi. İlk çıxışım birinci sinif idi. Hələ də yadımdadır həmin o kostyumum, qızılı rəngdə olan geyimim, qızılı ayaqqabılar. O zaman çolka kəsimi mod idi. Təbii ki, mən də moda Dəblə siz ayaqlaşırdınız. Bəli. İlk səhnədə, çünki onu da qeyd edim, ilk dəfə eşidəndə ki, mən səhnəyə çıxacağam, atam narazı idi. Bəli. Amma eşidəndən sonra ki, İlk səhnəmdə, ilk çıxışımda məni eşidəndən sonra hətta özü kamera ilə çəkirdi. Dedi ki, yox, sən səhnə üçün doğmusan və heç vaxt səhnədən düşməməlisən. Onu deyəndən sonra elə də davam elədi. Sanki orada bir mənə taliyə yazdı deyək ki, və elə də davam elədi. Yəni atanızın da ruhu şad olsun. Yeni qoşulanlar varsa bir daha söyləyək. Bizim gözəl aktyorumuz Ələkbər əminin də xeyir duasını almışdınız, yəni. İlk ifanızdan elə. Bəli. Azərbaycanı təmsil etmisinizmi hər hansısa? Təbii ki, ona da gəlim çıxacağam. Ən belə böyük uğurum düşünürəm ki, Belçika səfərində olub, Belçika müsabiqəsində olub. O zamanlar bu elə bir müsabiqələr siyahısı var idi ki, orada əgər ki hər hansısa 1-3 yerdən birini tutsaydıq, o zaman qabiliyyət imtahanından azad olurdu. Bəli, və bilmirəm hal-hazırda o həmin listə var yoxsa yoxdur, lakin o zaman Ceyla Seyidova kimi bizim gözəl violin ifaçımız, ondan sonra Aytən İbrahimova, o da həmçinin Fatimə xanım İzzətullanın tələbələri və ondan sonra Nadir Eyvazov, mənim müəllimim Hökmə xanım Əliyeva professor Hökmə xanım Əliyevanın tələbələridir. Həmçinin mən də daxil olmaqla həmin konkursda iştirak edərək, həmin müsabiqədə iştirak edərək mən o zaman ikinci yeri götürdüm və düşünürəm ki, elə bir prestijli müsabiqədə ikinci yer götürmək doğrudan da çətindir və mən yaxşı mənada həqiqətən həsədlə baxırdım həmin o musiqiçilərə ki, hansılar ki, məndən öncə orada iştirak ediblər. Və sonunda mən də məqsəd qoydum ki, mən orada iştirak edib yer qazanmalıyam. Bəli, bax belə də oldu. İnsan bəzən o ambisiyalar, bəzən o özünə güvən, özündən arxayınçılıq çox önəmlidir ifaçı üçün, deyilmi? Daha hansı faktorlar sizcə uğurlu bir ifaçının sənət yolunda ona dəstək olacaq, onu belə deyək, motivasiya edəcək, onu yüksəklərə qaldıracaq cəhətlərdir? Misal üçün. Ətrafda, yəni ümumiyyətlə ətrafımızda düzgün insanların, yaxşı insanların, səmimi dostların olması da çox vacibdir mənə görə şəxsən. Lakin mən elə bir insanam ki, mənim motivasiyam yetərlidir. Bəli, mənim motivasiyam hətta o qədər yetərlidir ki, düşünürəm ki, başqalarına da bəs edir. Hətta başqalarına da duet ortağınıza belə deyək. Ona artıq Camal bəy deyəcək, onu bilmirəm. Belə deyək, həm də ortağınıza, yoldaşınıza da yetər edəcək. Edirmi, yetirmi, çatırmı sizə də? Deyəcək ki, çatmır. Deyəcək ki, azdır. Necə düşünürsünüz? Hansı cəhətlər musiqiçinin uğur qazanması üçün önəmlidir?
Bilirsiniz, mən belə fikirləşirəm ki, musiqiçinin həyatı 2 yerə bölünür. Bir evliliyə qədər, bir evlilikdən sonra. Heç nə. Hər bir insanın bu dərinə getdiniz. Nə sorda var? Subaylıqdır, sultanlıqdır Camal bəy, yoxsa belə Yox, ağır deyilsə belə. Yox, ağır demədim. Yəni Görürsüz? sadəcə Mən varam, ona demək görə istəyirəm ki, musiqiçini yanında olan insan gərək onu musiqiçi olaraq başa düşsün. Bəli, bax o çox önəmlidir və eyni cəmiyyədən olduğu üçün eyni sənət yolu davam etdirəndə belə deyək də, yəqin ki, hardasa o anlayış da Musiqiçini olur. arxaya salan, yəni əsasən bu belə deyək, evlilikdən sonra olur. Yəni çox musiqiçilərdə görmüşəm, yəni ki, Ailə qayğıları, ailə qayğıları, müəyyən, ailə qayğıları rutini, deməyib, bəli. eyni beyində olmayan insanlar bir evdə bir-birlərini arxaya salırlar. Yəni mən belə fikirləşirəm. Amma sizdə başqadır. Sizdə hər ikiniz musiqiçisiniz. Ona görə məncə sizdə o Yox, bizdə elə deyil. siz Yəni birgə onu- çıxış edirsiniz. Mən bildiyimə görə Bakının gözəl caz məkanlarından, klublarından birində də ifa Mənim edirsiniz. ümumiyyətlə cazla əlaqəm yoxdur. Çünki Lakin bəli. Camal bəyin hesabında. Amma bəli, demək yəni ki, o məni daha çox buna çəkir. Bizim düzdür, mən caz tanışlığımız da sevmişəm. əslində cazla olub. Bəli, necə Yəni oldu? Danışırsan mən sən danış. də- Təbii ki. Aha, Təbii ki, mən danışmağı sevirəm. aha, Deməli, ümumiyyətlə biz birinci kursdan tanışıq. aha. Bir kurs Camal mənə Kurs deyəndə, yəni siz Akademiyada oxuyarkən, Bakı Musiqi Bakı- Akademiyası, bəli. bəli. Deməli, Camal məndən bir kurs yuxarı idi. Lakin təbii ki, biz musiqi əhli olaraq hamımız bir-birimizi tanırdıq. Əlbəttə. Amma o zaman təbii ki, mən Camal bəyi bəyənmirdim. Niyə? Sual verirsəz. Çünki Camal bəy çox qapalı bir insandır. Əslində doğrudan indi də elədir, lakin indi düşünürəm ki, biraz açılışıb. Yəni doğrudan da bu var və o zaman biz sadəcə salam, sağ ol, salam, sağ ol görüşürdük. Bəli. Belə göz-gözə gəlirdi. Hə salam, hə sağ ol. Bu qədər idi. Lakin dekabr, yox, keçən ilin 2023-ün Bakı payızında biz rastlaşdıq. Bakı payızı Müsabiqəsi, bəli. Və Aha. orada biz eyni səhnədə ifa elirdik. Orada da rastlaşdıq. Ayrı-ayrı yerlərdən dəvət almışdınız. Bəli, ayrı-ayrı yerlərdən dəvət almışdıq, amma Aha. ondan öncə də biz klipdə qarşılaşmışdıq. Sənin klipindəyik. Bəli, biz deməli Nail Aslanovla bərabər ifaçı, vokal ifaçımız. Onunla bərabər bir klip duetimiz var idi və sastav yığılmışdı. Sastavda Camal da var idi. Düzdür, onda da biz yenə də sağ olduydıq. Və müsabiqədə artıq eyni səhnəni aldınız. Eyni səhnəni aldıq və o zamandan etibarən düşünürəm ki, ondan sonra O zamandan deyil. Yox, o zamandan dedim. Görürsüz, yəni sən danışdın. Mən bilmirəm. O zaman Yəni, hətta əsasən- mən bəyənmədim. Necəsə elə bir əhval-ruhiyyədə idi ki, salamı belə qəribə verdi, yəni. Salam. Anlamaq Mən də- olar. Çünki müsabiqə, o cür Bakı payızı müsabiqəsi, Amma mən o də cür bir möhtəşəm boynuma çıxış alıram ki, ərəfəsi. mən də yaxşı cavab vermədim, amma nəsə onları da qoyaq kənara. Yəni sənət sizi birləşdirdi. Belə deyək, uzun sözün qısası. Yanvar Aha. ayında mən müəyyən bir paylaşım etdim cazla əlaqəli və bir kiçik parça idi, ifa etmişdim. Onu paylaşanda Camal mənə yazdı. Aha. Dedi ki, Armando Surumba deməli dünya üzrə Çikariyanın tanınmış standartlarından biridir və onu mən çox sevirəm. Onu kiçik parça paylaşdım. O mənə yazdı ki, Armando Surumba, dedim, bəli. Sən əgər caza başlayırsansa skripkada, mən Ya sən sənə orada düz danışmırsan. Yaxşı, bunları biz öz aramızda danışacağıq. İndi mənə elə gəlir bir musiqi fasiləsi lazımdır. Çünki artıq burada söhbətlər qızğın gedir və məncə bunlar artıq efirdən kənar danışılsa daha yaxşı olar. Əsas məsələ violində bu gün caz ifa etmək mümkündürmü? Bax o mənə maraqlı gəldi. Çünki klassik musiqi aləti və bax və saksafon necə uyuşur? biraz əslində çətindir Bəli, baxanda. məncə Çünki də. ümumiyyətlə mən indiyənə qədər eşitməmişəm ki, Azərbaycanda violində ifa edən
bir şəxs olsun. Olubmu? Siz bax cazla daha yaxından Yəni heç müsabiqələrdə eşitmisiniz? Mənim məncə rastıma olmur. çıxmayıb. Çıxmayıb. Amma Olmur. siz ifa edirsiniz. Açığı yox, hələ tam başlamamışam bunun necə deyirlər, təhsilinəmi deyim, bunu Yox, təhsili öyrənməyinə. demirəm. Siz Camal Bizim, bəylə birlikdə Camal'la duet ifa edirsiniz İfa deyə. edirik. Sadəcə ümumiyyətlə caz deyəndə orada Aha. yəni müəyyən improvizələr də olur ki, o improvizə hissələrini təbii ki Camal ifa edir. Onu hal-hazırda mən ifa edə bilmirəm. Mən müəyyən tema hissələrini, əsas hissələrini ifa edirəm və dərhal ondan sonra improvizələri Camal Bəli və az sonra duet eşidəcəyik. Yəqin ki canlı da bu olacaq. Amma yəqin ki planlar çoxdur, arzular çoxdur. Sizin duet şəklində səhnə aldığınız çıxışlarınız hələ təzədir, yenidir. Yəqin ki bundan sonra həm izləyəcəklər bizim verilişimizi də, həm ümumiyyətlə sizi görüb də təkliflər gələcək. Ümumiyyətlə sənət yolunuzda nə kimi zirvələri fəth etmək istəyirsiniz? Nələr yaratmaq istəyirsiniz? Çünki musiqi industriyamızda bu gün baxanda, yəni o qədər maraqlı layihələr, o qədər maraqlı formatda musiqiçilərin birgə sintezini görürük. Elə cazın özünün muğamla sintezini, yəni ta Vaqif Mustafazadədən başlayanda, elə violinin məsələn fərqli layihələrdə iştirak edir. Sizin bax nələri reallaşdırmaq istəyirsiniz? Açığı bayaq da dediyim kimi violində caz ifası ümumiyyətlə düşünürəm ki çətindir və dünya üzrə ümumiyyətlə barmaqla sayılacaq qədərdir ifaçılar və açığı təhsil almaq da bu yöndə çox çətindir çünki müəllimlər azdır. Və açığı belə deyim, mən hədəf deyərdim, məqsəd deyərdim. Fikrimdən dönməmişəm, düzdür, bəzən fikrimdən dönürəm, amma yoldan çıxardıracağam Camal bəy ki, mütləq ki cazı yoxlayım violində, tam olaraq mənimsiyim, öyrənim və məqsədim klassika ilə millini və cazın üçünün birləşməsidir. İlk başlıca məqsədim klassika ilə cazın birləşməsidir violin alətində. Həmçində ora violində ifa olunan klassik əsərlərdən söhbət gedir. Fərqli olmasın, yəni Mozart ola bilər, Haydn ola bilər, Bəli, yəni klassik deyəndə siz musiqi Avropa klassik musiqisi. Bəli, çünki klassik bizim milli musiqimizin də klassik muğam da bizim klassik musiqimizdir. Yəni Avropa klassikası ilə bizim muğam milli musiqimiz, yəni klassikamız, müəyyən bir keçid olaraq hardasa skripkada bu gün əslində muğam ifa edənlər də var. Yəni muğamdan belə keçidlər filan edərlər. Çox heyf ki bunu biraz fərqli tərzdə ifa edirlər və elə məkanlarda ifa edirlər ki biraz normal qarşılanmır açığı muğam violində ifa edir. Yəni çox vaxtı o səhnələrdə eşitmirik. Yox, burada icazə verin, mən sizinlə razılaşmayım. Bizim gözəl skripka ifaçılarımız var ki, onlar muğamı bugün böyük səhnələrdə ifa edirlər. Elə uzağa getmək. Ramin biz məsələn Brilliant xanımın Brilliant xanımın belə ansamblına, Ənvər Sadıqovun ansamblından başlayan. Yenə də çox heyf ki azdır. Azdır, amma sevindirici odur ki, var. Məsələn, mənimlə tələbə yoldaşım olan Səlim Abbasovu da qeyd edə bilərik. O da kifayət qədər milli hardasa edir. Amma caz, muğam və klassika, bax bu olmayıb. Bunu yəqin ki... Düşünürəm ki, nə zamansa onu reallaşdıra biləcəm. Amma başlıca məqsədim təbii ki, klassikadır. Çünki bu mənim ruhumdur, daxilimdir. Yəni, mən nə qədər əslində çərçivə sevməsəm də, müəyyən qədər çərçivəni də sevirəm. Yəni düzdür, mən cazda olan azadlığı sevirəm. Yəni görə orada improvizə istədiyim qədər. Amma müəyyən çərçivə klassikada var. Amma həm çərçivədə olmaq, həm də biraz azadlığa doğru yönəlmək, ikisinin sintezini çox sevirəm. Bax o biraz çətin olacaq, çox çətin, amma mümkünsüz deyil təbii ki. Onu uzun bir yol göstərir. Sənət yoludur bu. Əlbəttə və musiqi də, sənət də elə o yenilikləri sevir. Çünki yenilik edən sənətdə qalır. Zamanında bir mənalı qarşılanmasa belə, müəyyən belə deyək də hər kəs öz subyektiv yanaşsa belə, amma inanın yenilik hər zaman seçilir və vaxt gəlir ona da ehtiyac duyulur. Elə deyilmi Camal bəy? Yəqin ki siz də bax bu yöndə dəstək olacaqsınız və yəqin ki sizin birgə caz deyəndə sizi
sizi nəzərdə tuturdu. Çox güman ki, saksafon, skripka, violin və hardasa hətta başqa bir musiqi aləti də qatmaq olar. Nə bilim, bizim milli ritmlərimizdən, nağaradan O işlərə gələcəkdə. Bəli, çox təəssüf ki, biz artıq yekunlaşdırmalıyıq. Çox təəssüf. Çox xoşdur ki, sənət adına, sənət naminə çox sevindiricidir ki, bu gün bizim bax sizin kimi potensialı və savadı, arzuları və olan və iddialı olan musiqiçilərimiz var. Çünki bəzən görürsən ki, savad var, təhsil alıb, uzun, çünki musiqiçi olmaq həqiqətən də, yəni bunu mən yaxşı bilirəm, çox çətindir. Yəni uşaqlıqdan ta, yəni günlərlə, saatlarla, məşq, illərlə o klassik əsərləri öyrənmək, əzbərləmək, eyni zamanda sonradan o janrları hamısını öyrənmək çox böyük və çətin yoldur və çox əlbəttə ki, bu sənəti sevmək lazımdır ki, bu musiqi ilə məşğul olmaq və ona görə də arzu edirik ki, sizin bu planlarınız həyata keçsin. Yenə görüşək, sizin yeni ifalarınızı gözləyək. Biz də Dalğa FM radiosu olaraq həm də Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosuna birgə layihəsi olaraq bax bu cür istedadlı sənət adamlarına hər zaman dəstək olmağa hazırıq. Çox istərdik sizin lent yazılarınız birgə olsun. Bugün solo ifalarınızı səsləndirdik, amma yazdırın, yaradın, yaşayın, həm də elə bir çağdır, həm də həyatda da gözəl bir cütlükdür. Sizin sevginiz də sizə dəstək olacaq ki, yaşayıb yaratmağa. Son olaraq fikirlərinizi alaq, arzularınızı alaq. Son olaraq təşəkkür edirəm sizə bizi dəvət etdiyiniz üçün. Sağ olun. Çox sağ olun. Uğurlar arzu edirik sizə. Siz də son olaraq dinləyicilərimizə nə arzu edərdiniz? Ümumiyyətlə hər zaman nə ilə məşğul olursunuzsa, olun, sevdiyiniz iş olsun və bütün varlığınızı o işə həsr eləyin. Mən düşünürəm ki, ondan gözəl bir şey yoxdur və mütləq ki, onun nəticəsi hər zaman olur. Mütləq. O əziyyət heç vaxt yerdə qalmır. Sadəcə səbirli olmaq. Bu hər bir işdə olduğu kimi bu işdə də məsəl üçün bu yöndə deyə biləcəyim ki, səbirli olmaq lazımdır və daima da iddialı olmaq lazımdır, daima da ambisiyalı olmaq lazımdır, məşğul olmaq lazımdır, qabağa baxmaq lazımdır. Bax belə. Bu gənc, bu sənətə gəlmək istəyən gənc ifaçılara, musiqiçilərə bax bir xanım, uğurlu bir xanım ifaçıdan məsləhətlər, tövsiyələr. Çünki bəzən olur qızlarımız musiqi ilə məşğul olurlar, hər hansısa bir incəsənət növü ilə məşğul olurlar, amma nə bilim utancaqlıq və yaxud evdə ailədən icazə vermirlər davam etdirmək. Bax bariz bir nümunə. Uğurla davam etdirilir. Yetər ki, istək, sevgi və sözsüz ki, burada ən başlıcası da zəhmətdir. Zəhmətlə əldə olunan, yəni necə deyərlər, hər kəs öz bəhrəsini görür. Sonda isə canlı saksafonun və violinin qısa bir kompozisiya səslənəcək. Elə bax bu ifa ilə yekunlaşdırırıq. Mən qeyd etmək istəyirəm ki, verilişlərimiz bugünkü buraxılışımız da Mədəniyyət Nazirliyinin, Dalğa FM radiosunun YouTube kanallarında yerləşdiriləcək. Bütün buraxılışlarımızı oradan təkrar izləmək mümkündür. Yox, əgər siz indi qoşulmusunuzsa heç təəssüflənməyin. Bütün musiqi platformalarında da bizim verilişlərimizi də dinləmək mümkündür. Elə ən yaxşısı isə həm Mədəniyyət Nazirliyinin YouTube kanalına daxil olursunuz. Dalğa FM radiosunun YouTube kanalına daxil olursunuz. Heç yerə tələsmədən oturursunuz, izləyirsiniz və söhbətləri də əlbəttə ki, maraqlı diskussiyaları da oradan izləmək mümkündür. Bugünlük bu qədər. Mən sizlə sağollaşıram. Sizinlə biz idik mədəniyyətə, elə sənətə xidmət edən Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun birgə layihəsi Sənətin Səsi deyərək bugün də sonda elə səs dedikdə violinin səsi, saksafonun səsi duet şəklində canlı olaraq Sənətin Səsində səslənməkdədir. Buyurun, söz sizdə, söz musiqinindir.